Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün biz Yunusla bərabər 4-cü sinif İzə nəşrləri Azərbaycan dilindən Mətn 2 Azərbaycan qapısı Qarabağ xanlığının testlərinə baxacağıq. Buyur Yunus, zəhmət olmasa oxu. Şuşa vətənimizin digər dilbər düşəsi olan Qarabağın dağlıq hissəsində sıx meşələrin bülür kimi saf bulaqların əhatə, əhatəsində yerləşir. Şuşanın tarixi çox qədimidir. Alimlər Şuşada və onun ətrafındakı yerlərdə tarixin ən qədim dövrlərinə aid bağda müstəqil bir dövlətimiz yaranmışdı. Bu dövlət Qarabağ xanlığı adlanırdı. Qarabağ xanlığının əsasını Pənahəli xan qoymuşdu. O Qarabağın qədim Cavanşir tayfasının qəhrəman oğullarından biri idi. O böyük Azərbaycan sərkərdəsi Nadir xan Əfş- Əfşarın Azərbaycan torpaqlarını azad etmək uğrunda mübarizəsində yaxından iştirak etmişdi. Nadir Şahın ölümündən sonra Qarabağ müstəqil xanlıq elan etdi. Xanlığı müdafiə etmək üçün əvvəlcə Bayat və Şahbulaq qalalarını tikdirdi. Şuşada daha möhtəşəm qala tikilməsi üçün göstəriş verdi. Qalaların 1757-ci ildə xanlığın mərkəzi Şuşa qalasına köçürülmüşdü. Bu qala onu tikdirmiş Pənah xanın şərəfinə Pənahbad adlandırıldı. Sonralar bu qala yenə də Şuşa qalası kimi tanındı. Şuşa şəhərinin bu cür adlanması həmin yerlərin uca şiş dağların zirvəsində yerləşməsi ilə bağlıdır. Şuşa şəhərində şairə Xürşidbanu Natəvanın general Səməd bəy Mehmandarovun dahi bəstəkar Üzeyir Hacıbəylinin görkəmli müğənni Bülbülün ev muzeyləri, qala divarı və sair. Tarixi və mədəni abidələr vardır. Şuşa qalası Azərbaycanın memarlığının ən gözəl incirlərindən biridir. Qalanın tikilməsində çay daşlarından və əhənglə yumurta sarısı qarışığından istifadə edilmişdir. Qalanın 3 qapısı var. Qala dəfələrlə düşmənlər tərəfindən mühasirəyə alınsa da, onun işğal etmək çətin olurdu. Şuşa qalası Qarabağ xanlığının iqtisadi siyasi mərkəzinə çevrildi. Burada əhalinin məşğuliyyəti əkinçilik, maldarlıq və sənətkarlıq idi. Xalçalıq, toxuculuq, duluzçuluq, silah düzəltmə, misgərlik və budur. Sahələr inkişaf etmişdi. Qarabağ Və bu xalçaları da gözəl və başqa sahələr demək istəyir. Aha. naxışları ilə şöhrət qazanmışdı. Qarabağ xanlığında Pənahəli xanın dövründə zərbəxanada pul da kəsilirdi. Bu pul Pənabədi adlanırdı. Mətni oxuduq. İndi gəl mətnlə bağlı suallara cavab verək. Qeyd olunan məlumatlardan hansı mətndə verilmişdir?
Qarabağ xanlığı Daha doğrusu verilməmişdir. Qarabağ xanlığının əsasını Pənahali xan qoymuşdur. Düz deyir, qoymuşdu. Bəli, Pənahabad da adlandırılırdı. Sonra Sonra B. Şuşa qalasının tikilməsində çay daşlarından və əhəng ilə yumurta sarısı qarışığından istifadə edilmişdir. Bunda deyil. Sonra bəli, Şuşanın doğrudur. tarixi çox qədimidir. Bu Şuşanın da tarixi doğrudur. Çox qədimdir. Qarabağın əhalisi xalqımızın ulu və babaları olan türk tayfalarından ibarətdir. Yox, bunu deməyin. Yanlışdır. Bəli. Birinci uyğun olacaq D. Kim? Cavanşir tayfasının qəhrəman oğullarından biri idi. Pənxəri xan. Bəli, Pənahəli xan idi. Qarabağ xanlığı idi. Sonra Çərçivədəki cümlələrin neçənci abzadı əlavə etmək var. Bu müharibəsi öz sözləri ilə şöhrət qazanmışdı. Bura üçüncü gedər. Üçüncüyə iki. qatarım. İkinciyə İki. baxaq. Qarabağ xanlığının əsasını Pənahxalı xan qoymuşdu. O qədim Cavanşir tayfasının qəhrəman oğullarından biridir. Yəni burada qəhrəman oğullardan danışır. Bu da deyir ki, bu müharibədə öz şücaəti ilə şöhrət qazanmış. Təbii ki, qəhrəman oğullarından danışır. Ona görə də ikinci abzasa gedir. Sonra deyir ki, mətndə hansı suala cavab yoxdur. Şuşa şəhərində hansı Yox. tarixi və Mətndə belə bir mədəni obraz abidələr? adı çəkilmir. Dördüncünü oxuyun. Mətndə Pənah Vaqif. Bəli, Molla Pənah Vaqif. Bunun adı çəkilmir. Sonra deyir mətndə hansı suala cavab Orada yoxdur. Şuşa mətndə şəhər harda yazılmışdı onlar? Bax, görsən Üzeyir Hacıbəyli var idi. General Səməd bəy Mehmandarov var idi. Xurşidbanu Natəvan var idi. Bülbül var idi. Müğənni Bülbülün Evuzi. Bir dənə burada Molla Pənah Vaqifin adı çəkilmir. Aha, 5. Mətndə hansı suala cavab yoxdur. Şuşa şəhərində hansı tarixi və mədəni abidələr vardır? Bunu deyib. Şuşadan hansı qiymətli maddi tapıntılar aşkar edilmişdir? Bunlar Bu yoxdur. demir. Orada nə, məsəl üçün nə tapılıb demir. Amma pənahabəti nə idi? Onun haqqında da məlumat verdi burada. Pul pənahabəti adlanırdı, dedi. Yəni cavab B var. Bəli. Sonra 18-ci yüzilliyin ortalarında Qarabağda yaranan müstəqil dövlətinə adlanırdı Qarabağ xanlığı. Bəli, doğrudur. Sonra deyir ki, mətnə aid olan yanlış məlumatları seçin. 1757-ci ildə xanlığın Kərzi Şuşa qalasında köçürülmüşdür. Yox, bu səhvdir. Bu səhvdir. Qalanın üç qapısı var, düzdür. Qarabağda Zərbəxanada pul kəsdirdi, bu da düzdür. Pənxali xanın ölümündən sonra Qarabağ müstəqilliyi xanlıq elan edildi. Düzdür bu da. Cavab 1757-ci ildə A bax. variantı. 1757-ci burada bax tarixə baxaq. 1757-ci ildə xanlığın mərkəzi Şuşa qalasına köçürülmüşdür. Bu da onu deyir. 1757-ci ildə xanlığın mərkəzi Şuşa qalasına köçürülmüşdür. Doğrudur. Cavab D olacaq. Pənahxalı xanın ölümündən sonra Qarabağ müstəqil xanlığı elan edilmir axı. Hə, Görə də cavabımız olacaq o. Sonra növbəti Sonra çərçivədəki cümləni davam etdirən cavabı seçin. Bu qala onu tikdirmiş Pənah xanın şərəfinə Pənhabad adlandırıldı. Sonralar bu dövlət Qarabağ xanlığı adlandı. Hə. qala yenə də Sonra Şuşa qalası kimi tanındı. Yəni cavab olacaq B variantı. Gəldik verilmiş sözlərə uyğun halq şəkilçilərini əlavə etməklə cümlələri işlətməyə. Odun. Məsəl üçün adlı qaldı heç bir şəkilçi qəbul etmir. Cümləmiz necə olsun? O, odun. odun, Məsəl üçün biz peçə odun atdıq. yağlar. Biz Sonra odun yağ. məktub Aha. Məktubu amma mən tərsili. mən dostuma məktubu göndərdim. Məktubu, Aysal, təsir yanlış şəkilçisi I-U-dur. Ya da deyə bilərəm ki, mən dostuma məktubu yazdırdım. Bunlar. Məktubu
Yazdırdım. Dostuma göndərdim. Sonra növbəti. Sinif yerlik halı. Yerlik halı nədir? Dadə. Dadədir. Buraya yaza bilərik. Mən sinifdə dərs yazırdım. Var. Mən Hə, sinifdə dərs yazırdım. yazı yazırdım. Sonra Sonra otaqda çıxışlı var. Çıxışlı varın dan dəndir. Otaqdan otaqdan səs gəldi, məsələn, sayaz. hə. Sonra Sonra qapı yönlük hal. Qapıya yönlük halda A-ədir. Qapıya aha, mən mən qapıya məsələn üçün şəkil yapışdıram. qapıya tərəf qaçdım. Sonra Ana yiyəlik hal. Yiyəlik hal ın onludur. Məsələn üçün anamın anamın işləri çoxu gülür. çox. Sonra verilmiş sifətləri azaltma dərəcəsində yazmalıyıq. Yaşlıla nə yaza bilərik? Açıq Yaşın yaşıl. olar. Yaxşı fikirdir. Açıq yaşıl yazaq. Sonra Qırmızı qırmızım təhər. tıl, qırmızım tıl, sarım Mənə tıl, kəmşirin. Doğru şirinə. Kəmşirinə şirinə kəmşirin yazmışam. Uzuna olar. uzun sov. A- Uzun sov. Qaraya açıq qara. Olar. Ağa ağa yazmışam. Açıqdır. Hə, Ağ yazmaq. dümağ çoxaltmadır. Bəli, onu çoxalt. Turşa, turş təhər. Turşa, turş təhər yaza bilərdik. Bəli, yazdım. Ağımtıl yazdım. Boza da bozum. Sonra cümlələrdə zərfləri aid olduğu sözləri birlikdə seçib yazın. Burada birincidə yazmışam, heyecanla danışdı. Heyecanla danışdılar. Sonra ağlamağa başladı. İkincidə. Yəni zərfimiz həyəcanladır. Necə danışırdılar? Həyəcanla və aid olduğu sözlə danışırdılar sözüdür. Doğrudur. Sonra ilki 2-də uşaq birdən-birə ağlamağa başladı. Ağlamağa başladı. Ağlamaq burada zərfdir. Onda da neynədir? Ağlamağa başladı. Yox, ağlamağa başladı o hərəkət bildirir, amma nə vaxt, nə zaman birdən-birə zərfdir və aid olduğu söz də ağlamağa başladıdır. Sonra əvvəl-axır mən bu işləri tamamlayacağam. Əvvəl-axır. Burada bu işləri Bəli, tamamlayacağam. əvvəl-axır, bəli, bu zərfdir. Zaman zərfidir. Nə vaxt, nə zaman? Nə edəcəyəm? Tamamlayacağam. İşləri əvvəl-axır. Sonra hərdən bir ulduzlar görünürdü. Nə Hərdən vaxt, nə bir, zaman? hərdən bir görünürdü. Neynirdi? Görünürdü. Aid olduğu sözdə bəli, görünürdü. Sonra Sonra bugün bağçada xeyli işlədik. Bağçada harada? nə qədər işlədik? Xeyr. Xeyli. Nəyə aiddir? İşlədik sözünə aiddir. Yəni hərəkətə aiddir. Zərf hərəkətə aid olur. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.